Allah Subhanahu taala elmi tərifləyib. Həmçinin elmi daşıyanları da. Elə kifayət edir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə buyurur ki, kim elm tələb eləmək üçün yola çıxarsa, Allah onun cənnətə gedən yolunu asanlaşdırar. Hətta yola çıxarsa. Və həmçinin Quran-ı Kərimdə Allah Subhanahu taala buyurur ki, bilənlərlə bilməyənlər eyni ola bilərmi? Və ümumiyyətlə, müsəlman çalışmalıdır ki, elm məclisinə həris olsun. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm elm məclisini, zikr məclisini cənnət bağçaları adlanır. Bu da həmçinin elmin nə qədər fəzilətli olmağına dəlalət eləyir. Həmçinin kifayətdir ki, Allah Subhanahu taala öz peyğəmbərinə əmr etməsi ki, de ki, ey Rəbbim, elmimi artır. Yəni Allah Subhanahu taala başqa bir şey əmr eləmədi onu artırmağı. Necə alimlər bu ayənin təfsirində buyurur. Məhz buyurdu ki, elmimi artır.